Salam əziz izləyicilərimiz. Bugün Alpaqut Federasiyasının Ağcabədi filialının baş məşqçisi Vüqar müəllim və 5 gənc idmançısı, çempionu bizlərləndir. Verilişimizin qonağıdır. Bilirsiniz ki, uğurlu addımlar, sağlamlıq və sağlam gələcək idmanla başlayır. Bugün böyük qardaşım olan Vüqar müəllimi verilişimizin qonağı etdik. Buyurun Vüqar müəllim, danışın, sizləri də tanısınlar bu gənc idmançılarımızı da. Çox sağ olun, Rəyanət müəllim, verdiyiniz dəyərə görə əziz qardaşım, idmançıları dəvət etmişsiniz. Biz də Ağcabədi rayonunun Alpaqut filialı olaraq 4 aprel 2026-cı tarixdə Qazax şəhərində, ilin idman paytaxtı seçilən Qazax şəhərində keçirilən Alpaqut Turan döyüş sənəti üzrə Cəsva kubokuna qatıldıq. Şükür Allaha, gözəl də nəticələr əldə edib qayıtmışıq doğma Ağcabədimizə. Neçə uşaqla qarışmışdınız yarışlara? Yarışa 5 nəfərlə qatılmışdıq, 5 idmançı ilə, şükürlər olsun, hamısı da gözəl nəticələr əldə etdilər. 5-i də? Bəli, 5-i də gözəl nəticələr əldə etdilər. Sizdə yalnız Alpaqutdurmu, yoxsa digər idman növləri? Yox, biz həm də Birlik İdman Klubunun nəzdində kickboks yarışlarında da iştirak edirik. Alpaqut filialının da Ağcabədi rayon üzrə baş məşqçisiyəm, həm də rəhbəriyəm. Alpaqut dedikdə, yəni Alpaqut Turan döyüş sənəti sırf Azərbaycana məxsus bir döyüş sənətidir. Müəllifi beynəlxalq dərəcəli idman ustası Vasif Namazovdur ki, bu idmanı ərsəyə gətirmişdir və artıq federasiya kimi fəaliyyət göstəririk. Özü də Azərbaycan Milli İdman Növləri Assosiasiyasının nəzdində fəaliyyət göstəririk. Maşallah olsun. Buradan Vasif müəllimlə salamlayırıq, gözəl dostumuz, dəyərli idmançımız. Müəllim, doğrudan da idman elə bir gözəl sahədir ki, mən gənclərin ora necə deyim, mütəmadi olaraq idmanla maraqlanmağı, idmana olan sevgi və onların gələcəyinin gözəl qurulmasına da mütəmadi rol oynayır. Həm də deyirlər idmançılar sadə olur. Həmişə də biz tək mən yox, bütün məşqçilər onu təbliğ edirik ki, özündən zəifi incitməmək, özündən zəifə kömək olmaq və əsas növbədə müasir dövrdə həmişə tapşırırıq ki, dərslərini də yaxşı oxusunlar. Çünki ölkəmizə savadlı idmançılar lazımdır. İdmanda da qoy savadlı idmançılarımız, gələcəyin savadlı məşqçiləri çox olsun inşallah. Necə deyirlər, idmançı gücünü tatamidə göstərər. Bəli. Uğurlar olsun bu gənclərimizə də inşallah. Eşitdiyimə görə şəhid övladı, hərbiçi övladı da olmalıdır sizin uşaqlarınız. Bəli, bizim idmançıların içində antiterror şəhidimiz Mahir Cəfərovun övladı Asif Cəfərov da var. Asif də gözəl döyüş nümayiş elətdirdi, kürsüdə zirvəyə qalxdı. Onu da təbrik edirəm, ailəcələrini təbrik edirəm. Allah şəhidimizə rəhmət eləsin. Sonra mərhum hərbiçimiz, 44 günlük Vətən Savaşının iştirakçısı rəhmətli Rəşad qardaşımızın övladı bizlə məşq eləyir. O da gözəl döyüşlər nümayiş elətdirdi. Çox deyərdim ki, çox ağır döyüşlər keçirdi və kürsünün ən yüksək pilləsinə qalxdı. Gələcək idman yarışlarında hansısa şəhidlərimizin adının çəkilməsi və şəhidimizə həsr olunması kimi addımlarınız olacaqmı? Az vaxt bundan əvvəl elə biz Ağcabədimizin şəhidi, həkim şəhidi Tarih Salmanovun xatirəsinə Ağcabədi Olimpiya İdman Kompleksində Açıq Qarabağ birinciliyi keçirilmişdik və orada başqa rayonlarda dəvət etmişdik. 12 komanda qatılmışdı. Sağ olsunlar ki, bu təşəbbüsü də Alpaqut Federasiyası və onun Qarabağ nümayəndəliyi bizi dəstəklədi və belə bir tədbir yerinə keçirdik. Onlara da öz minnətdarlığımızı bildiririk. Səhifənizdə də izləyirik, statuslarınıza da baxırıq. Mütəmadi olaraq şəhidləri ziyarət edirsiniz öz gənc idmançılarınızla. Bu doğrudan da çox ibrətamiz bir addımdır. Məhz elə vətən oğluna, idmançıya da bu yaraşar. Bunların hansının gələcəyini daha iti görürsünüz? Fərq var mı uşaqlarda? Yoxsa həvəs üçünmü gəlirlər? Yoxsa gələcəkdə biz irəli gedək, Azərbaycanımıza sadiq vətəndaş, güclü idmançı olaq ki, hər zaman bayrağımızı ucaldaq? Sırf o fikirdə olan uşaqlarımız varmı? Birinci hissəsinə cavab verim sualınızın. Yəni müntəzəm olaraq həqiqətən biz hər yarışdan qayıdanda şəhidlərimizi ziyarət edirik, şəhid məzarlarını ziyarət edirik, Kərzi kəndində yerləşən şəhidlər xiyabanını ziyarət edirik və orada da təcəliklə çalışıram ki, mən bizlə ziyarətdə Qarabağ Savaşının iştirakçıları da olsun, sağ olsunlar, onlar da dəstək verirlər. Birinci Qarabağ Savaşının eləcə də 44 günlük müharibəmizin qaziləri, veteranları, Allah şəhidlərimizə də rəhmət eləsin, hamısının
Və orada olanda bu hissi tək biz idmançı olaraq yox, hər bir Azərbaycan vətəndaşı aşılamalıdır ki, özündən kiçiklərə, onu eşidənlərə, mən uşaqlara da deyirəm ki, siz də özünüzdən balacalara, ərkiniz çatanlara bu fikri aşılayın ki, yəni şəhidlərin qanı, canı bahasına bugünkü günlərdə artıq müstəqil Azərbaycanımızın gözəl yarışları keçirilir, gözəl yarışlarda iştirak edirik, gözəl ali təhsil ala bilirsiniz. Bunun hamısının səbəbkarı şəhidlərimizdir ki, artıq ərazi bütövlüyü bərpa olunmuş bir Azərbaycan. Bəli, bütün bir Azərbaycanın vətəndaşlarısınız. Bunu da çox gözəl dərk edirlər və bacardığımız qədər təbliğatını aparırıq ki, şəhidlərimizi, çünki şəhadətə yetəndə yox, belə bir söz var ki, unudulanda ölürlər və şəhidlərimizi ölməyə qoymayaq, onların xatirəsini daim yaşadaq, nəsildən nəsilə keçirdək. Bu bizim Azərbaycan vətəndaşı kimi borcumuzdur. O ki, qaldı sualınızın ikinci hissəsində düzdür. Bu saatları, bugünkü vaxtda bu uşaqlar hamısı idmana həvəslidirlər. Ancaq indi hərəsinin bir arzusu meydana çıxa bilər. Biri hərbiçi olmaq istəyər, biri həkim olmaq istəyər, biri müəllim olmaq istəyər. Amma üzr istəyirəm, nə peşə olur olsun, idman onların gələcəyi üçün həm sağlamlıqla da yaxşıdır. Eləsi olar idmançı olar. Çünki onlar hələ o yaş dövründə deyirlər ki, bu saat burada iştirak edən tələbələrin. Yəni inşallah ona həyat göstərər. Nə iş dolu olsun, mən hər birinə uğurlar arzulayıram. Yəni uşaqların özündən maraqlanaq. Görək idmanı sevirlərmi? Məhz idmana nə ilə bağlı addım atıblar? Elə məhz istəyərdim şəhidimizin övladından başlayaq. Asif bizim yiğit balamız. Buyur Asif. Mən Cəfərov Asif Mahiloğlu. Mən bütün yaşları udmaq istəyirəm. Hər yaşını ata-anamla həsr edəcəm. Allah atanın məqamını uca etsin. Allah səni atanın yerində yurtçı eləsin. İnşallah biz əminik ki, elə yarışlar olar ki, sən həmişə qalib olarsan, bayrağımızı ucaldarsan, bilirsən ki, şəhid atan da səni hər yerdən görür. Çox sağ ol, fəxrimizsiz. Uşaqların hər birinin fikrini almaq bizim üçün maraqlıdır, amma mərhum veteranımız, dəyərli döyüşçü qardaşımızın oğlundan istəyərdim bir kəlmə soruşaq. Buyur. Mən İsmailov Elcan Rəşadoğlu. Mən də bildiyiniz kimi bütün döyüşlərimi atamın ruhuna həsr edirəm. İnşallah onun adını ucaldacam. Mən Hüseyn Teymur Kimatoğlu. Mən bütün yarışlarda iştirak edirəm və mən çalışıram ki, gözəl nəticələr toparlayım. Ali üzvlərimi və müəllimimin başını uca eləyim. Mən həmişə istəyirəm ki, birinci yerə çıxım, valideynlərimizin başını uca edim. Mən Quluzadə Ağalı hər yarışda çalışıram ki, birinci yerə çıxam, müəllimi və ailə üzvlərimi sevindirim. Biz də çox şadıq ki, bu günləri Diyanət müəllim, Diyanət uğurun qonağı olduq, sizinlə söhbət elədik, sağ olun ki, dəvət etdik. Uşaqları indi tanıyanların sayı da artacaq, bu kiçik olsa bu studiyanın təsiri ilə. İnşallah siz də işlərinizdə uğurlar arzulayıram. Sağ olun ki, rayonumuzun bax belə gözəl nailiyyətlərini işıqlandırırsınız. Çox sağ olun, studiyamız kiçik olsa da sizin kimi və bu gözəl babalar kimi böyük insanlar bizim qonağımız olur. İnşallah mütəmadi verilişlərimizdə qazilərimizi, şəhid anaların, həkimlərimizi verilişin qonağı edərik. Biz də çalışırıq ki, vətənimizə, xalqımıza, dövlətimizə sadiq vətəndaşlardan olaq və yaxşı şeyləri aşılayaq. Bugünkü gündə çətin bir dövrdür. Müəyyən pis vərdişlərdənsə idman önəmlidir. Həm canınız sağlam olur, həm başınız sakit olur, həm fəxrimiz olursunuz. Çox sağ olun Vüqar müəllim. Siz də vaxt ayırıb bizim verilişin qonağı olduğunuz üçün sizə və sizin bu gözəl tələbələrinizə minnətdarlığımı bildirirəm. Qarabağ Azərbaycandır.